Qardaşımın nişanına son 3 gün qala paltar tikdirməyə qərar verdim. Çünki baxdığım modellər heç bir ürəyimcə değildi. Ona görə düşündüm tez parça almalıyam və dərzi tapmalıyam. Vaxt çox az qaldığı üçün və istədiyim model korsetli olduğu üçün heç kim işi götürmək istəmirdi. Ta ki Nigar xanımın komandasını tapana qədər. Dedilər ki, düzdür, vaxt çox az qalıb, amma sabah duran kimi tez gəlin. Mən də oyandım, hazırlaşıram. İndi gedəcəm Kuçura. Gedək görək necə alınır. Nişanımız dəniz kənarı olduğu üçün mavi, yaşıl tonlardan istifadə etmək istəyirdim. Amma ancaq bəy gəlinimiz mavi geyinə bilərdi. Mən su yeşili parçası aldım. Parçamı isə Sədərəydən almışdım. Həqiqətən də materialı da, keyfiyyəti də çox gözəl idi. Sadəcə bir neçə saat sonra bilirəm ki, çox azalmışam. Ona görə o istidə Sədərəyə yenidən getmişəm əlavə parça almaq üçün. Və nəhayət ki, Kuçura çatıram. Afmolun yanındaydı. Kuçur özü çox gözəldir. Adam özünü prinseslər kimi hiss eləyir. Baxın, parçam burada necədir sizcə və platyamın üstü belə olacaq. Əlavə olaraq burada kirayə donlar da var. İndi isə sizi ikinci gündən salamlayıram. Nişana son 2 gün qalır və bugün ilk primyerkamızda sizə göstərəcəm ki, platya əlimdə necə qalır. Platyanın hazır versiyasını görmək üçün məni izləməyi unutma. Bay bay.